Salamlar, vaxtınız xeyir olsun. Mən Adgözəl Nakşin, insan psixologiyası metodisti. Boşuna deyilməyib ki, sənin başın daşa dəyəndə ayılırsan. Belə bir ifadə var. İnsanların əksəriyyəti, xüsusən bu valideynlərinin, anasının tutaq ki, bir oğlan yaxud qız olsun, düzüb qoşmaqla ailə qurduqdan sonra belə bir ifadə var. Ailə qur, münasibət yaranacaq, istəyəcəksən, sevəcəksən kimi şablon ifadələr və sonradan boşandıqda, ərəfəsində yaxud boşandıqdan sonra bunlara bir nəfər də yaxın durmur. Və nəticə etibarilə həmin hansı ki, dırnaqarası təsəlli verən o psixohomları mövzudan elə qaçırlar ki, elə biz sanki bunların orada əli olmayıb. Ona görə çalışın hər zaman istənilən münasibətin əvvəlində, ortasında yaxud sonunda hər hansı bir növ münasibət pis olsun, yaxşı olsun, ora barmaq olunmasına icazə verməyin. Əksi təqdirdə tək-tənha qaldığınız təqdirdə sənin səhvin, sənin günahın idi kimi şablon ifadə səslənəcək. Belə bir ifadə var, nə qədər çox kobud səslənsə də canın çıxsın, ayrılməzsin, seçməzsin. Məcbur qoydum sənin boynuna. Ona görə insanların əksəriyyəti bu kimi münasibətlərdə düz qoş, yaxud onun bunun vasitəsilə sonradan gəlirlər, bir məsələ var, nə qədər kobud səslənsə də deyirsən it